Besti, besti, besti sen Allah. Besti, besti, besti sen Allah. Kurtulamadım. Bir türlü silemedin aklımdan. Bir türlü düşemedin yakamdan. Salam canlarım mənim. Tansu, Əsmər və mənim iştirakımla Ay Qız Bəstinin növbəti bölümünə xoş Ben gəlmisiniz. bunu hep unutuyorum. Esmer eləyir sonra eski yanına çünkü bunu eləmə lazım. Qızlar, sizin vicdanınız varmı? Sen siz nətər adamsınız ha? Vardır ya. Var. Adam öz özünə nə tərləşir ki, mən çox vicdanlı adamam. Şey kimi çıxır da, yəni yalandan Özünü tərifləmək Hə. kimi. Mən deyim çox vicdanlıyam. Bəlkə bir yaxınım çıxıb deyəcəksən, qələt edirsən, sən çox pis adamsın, nə bilim. Yaxşı da özünüzü vicdanlı biri kimi adlandırarsınız. Situasiyaya göre değişir. Bəzən çox sərt ola bilər, qaddar ola bilirəm. Məsələn, biz kimsə öldürəndə qoyub getirdiniz. Məsələn, Oo. Siz adamı öldürmüsünüz, bastırırsınız. Burada nə vicdan var, nə qəddarlıq Gətir, var. əsla. Amma o mən oradan sıvışanda bizim psixoloji problemlərimiz var. Biz travmalıyıq və çox pisik. Özümüzü pis hiss Travmalı edirik. olmaq və vicdansızlıq arasında bir Ona görə insanları öldürə bilərik. artistlik var. Deməli, yaxşı, buna uyğun bir dənə misal verim də. Mənim maraqlıdır ki, görüm necə reaksiya verərsiniz. Tutalım ki, biz padruqayıq da, düzdür. Öyle miyiz? Ortada bir erkek var. Yox, türkçə danışmayacaqdım. Ortada bir kişi xeylağı var. Erkək. Sağ ol. Orada var məsələn. Əsmər, sən ölürsən eşqindən. Bu çok pis girdi. şey oldum. Necə Sevdalısan. Aha. Və Tansu da gəlir sənə dayanmadan o qaqaşını necə sevdiyindən danışır. Tansu mənim o qaqaş sevdiyimi bilmir. Yox da deməmisən hələ. Sən içində yaşayırsan onu. O biz necə dostluq ki onda yəni. Bilmirsən. O özü də öz adamsan ha. Mən sənə hər şeyimi anlatıram, sən yox gör. Yəqin həmin momentinə düşüb tam mən sənə deyəcəkkən, bazı vaxtında bu olub bu arada. Tam mən O şey deyəcəkkən var. dəfiqəm gəlib demişdi. ki, Tükürdüm mən- belimdir. Mən bilmirəm. İlk mən gördüm, mənim də zət mən tipində bir şey də. Biz o suallarda eləyirik də çox vaxt. Ha. Mən. Və sən bu situasiyada ya da Tansu, sən belə bir situasiyada, məsələn, dostunuzla o adamın arasını düzəldib qəlb qırıqlığı yaşamağımı seçərsiniz, yoxsa həmin adamla bir yerdə olub vicdan əzabı çəkməyimi seçərsiniz? İndi bir şey deyim. Mən onların arasını ekstra effortla hələ bir düzəldirəm də. Yəni o sənə onu xahiş edir də. Oy. Sizin aranız yaxşıdır, Nə nə deyirlər? olar? Aramızı düzəlt də xahiş edirəm. Ürəyimə nə idi? Burada Daş elə bil, basaram. elə bil ki, üçüncü bir adam da var. Qaqaşın fikrinin bir önemi yok mu? Yox. Yox, biz ay, bizim aramızda. Vallahi ürəyimə daş basaram. Aha. Bu eşqi könlümün dərinliklərini hofduraram. Amma yox da yəni. Aramızı Çəkirəm. düzəldərsən. Hə. Aramızı düzəltmədən çəkilmərsən. Onu eləyərəm daha Mən onu eləyərəm. Mən məntiqlidir. də elə eləyərəm Çünki yəni. seçim verdi deyə şey eləyirəm. Deyir ki, ya düzəldəsən aralarını, ya şey eləyəsən. Düzəltmə çox dirəksə böyük ehtimal üzündən keçə bilməyib düzəldərəm də. Və çox dirəksə də. Amma belə şey eləyərəm ki, hani, mutlu olun amma. Mən düzəldəsi ol, yəni o nöqtəyə gəlsəm, mən vazgeçmərəm. Bir dəqiqə. Mən o momentdə sənə onu deyərəm. Sən mənə gəldi, Aha. mənə dedi ki, mən ölürəm qaqaşını aşkından. Deyirəm ki, mən də ölürəm aşkından. Hadi bakalım. Hodri meydan. Hadi bakalım özdə. Başlasın savaşlar. Tükürən Yox, mən deyərəm, yəni ki, balam, kusura bakma amma mən də aşığım. Gəl indi aramızda baxaq kim daha aşıq. Kim daha aşıq? Qaqaş kimi seçər yox. Yəni əhəmiyyət kəsmə. Hiçbir önemi yox. Mən xotum çatmaz. Ki, məsələn də məndə açıqlayım. Orada bir
belə düşməncil olmasa da bir rəqabət başlayacaq. Bu şimdi Hə, mən 100%. axotum çatmazdı özünə. Biz bir şey deyim mi? O anda arkadaşlıq bitdi. Təəssüf ki, 100%. qarşı cins məsələləri belədir. Girdimi araya? Gerçekten bir Oldu be. ikili dost ilişkisine üçüncü bir tərəf karşı cins girdi mi, ikisi de onu istəyirsə, o dostluq bitir. Ne olur olsun. Qızdan vazgeçip dostluğunuzu davam elətdirməyə çalışsanız da bitir. Bir şekilde bitir. Sən məsələn onların arasını düzəltdin. Ondan sonraki həyatında Sonra gözlerimin önünde birbirlerini seviyorlar. Bir kimi çıldıracağım onu ağrımda. deyəcəydim ki, sən qaraqan kimi üçüncü adam olub qıraqdan onlar kafedə mən küçədəyəm Hə, tipində biraz şeylər elə olacaq. yaşayarsan. Olarsan. Ama bir müddət sonra şeydi, böyük ehtimal ya hissdir də körələcək, öləcək. Mən diqqət görmədiyim yerdə hissim qalmır axı. Ümidi kəsdiyim yerə hissim də qalmayacaq axı. Bir də bunun oxşarı yaşanıb zaten. Bizdə onda uşaq vaxtı idi. Belə lise eşqi zadayıb ki, mənim qaqaşdan xoşum gəldi. Nə bilim 5-ci sinifəm, 6-cı sinifəm, yox 5 deyildim. 6-7 olaram. Nəsə mənim qaqaşdan xoşum gəldi. Tam məktəbdən evə gəldik. Bunu rəfiqəmə deyəcəyim momentdə rəfiqəm gəldi dedi ki, mən falan kəssən xoşum gəlir. Sonra mən hələ bunlara Sən demədin paddiş təbii ki. yox təbii necə deyim? Paddişka da verdim. Bunlar 4 il sevgili də oldular gözünün önündə. Sonra qaqaşqa ayrıldı gəldi səyir. Yox. Yox. Amma ya onlar sevgili oldular da bu mənim bir müddət sonra da biraz üzüldüm, bir neçə ay üzüldüm, sonrası da heç nə də yəni. Düzəltmərəm. Amma hələ də həmin rəfiqəmlə dostluq gör neçə 15 ildir falan biz Dost dost idiniz də. Sən başqa birinə vurulmadın o 4 il ərzində. vuruldum. Yəni bu da elədir də. Amma əzizim. mən dost şey eləmərəm. Lap deyəlim ki, düzəltdim, məcbur qaldım falan filan. Qız dəhşət çoxsa, şey uzaqlaşaram. Mən gözüm qabağında niyə yaşasın da? Mən niyə özümə o əziyyət eləyim? Mən qaraqan deyiləm. Açıqlama gəldi. Mən qaraqan Tansu Tansu qaraqan avcı. deyil. Tansu türkdür. Niyə ora baxıram? Bir də yenə deyirəm, max 1 ay 2 ay görüşmərəm sizlə. 1 ay 2 ay görüşməsəm körələcək axı hissim. Getdi də şu. Lap yaxşı Sən təbii. bəs? Mən də elə olmuş. Mən inarsız heç nə eləmərəm. Aralarını da düzəltmərəm. Xoşum gəldiyini də etiraf eləmərəm. Oturaram qıraqdan baxaram görüm proses necə gedir. Şey sor. Hə. İndi proses elə getdi ki, qaqaşla Tansunun arası düzəlmədi. Qaqaşının məndən xoşu gəldi. İndi işdi də və Allahın bir şeydi oldu. Ayrasın. Və bilirsən ki, Tansun da qaqaşdan xoşu gəlirdi də. Tansu da gəlib sənin yanına ki, balam, bizdə alınmadı falan ağlayır, tamam mı? Vəsə da bağlandı o kitab. Peki ağlamasa? Tansu başqasına keçib. Başqasına keçsə dəyərləndirmək çox şey mövzudur ya bu. Sual altında olan mövzudur. Məndən icazə alarsan, Sənə niyə icazə alırım? qızları deyə dəyərləndirməyi düşünürsən də, mən də sənə gəlib demişəm ki, çox sevirəm. Demərsən ki, Tansu, indi bax, sən o Böyük ehtimal həyatına davam dəyərləndirmərəm edirsən. axı. Niyə? Yo, Mən böyük də ehtimal dəyərləndirmərəm. Mən 100% dəyərləndirmərəm, amma mən elə gələcəm o dəyərləndirmərəm. Yo, mən dəyərləndirmərəm. Mən şey olaram, şey kimsəyəm. Atxoddur başa düşdün, o yüzden nə qədər də olmasa, yəni, rəfiqəmin Artığı. Hə, elə olur da. Atxod olmur. Bir də şey düşünəcək Heç nə də. olmur ki aralarında. Düşünəcək ki, hə puskuda gözdirdin, yox ki biz eynən. falan. O Və düşüncə 100% indidən gələcək. sonraki bütün münasibətlərində də Hə. içində bu his qalacaq ki, Travma. demək, bir dəqiqə, ola bilsin ki, gözü bundadır falan. O güvənsizliyi Evet. niyə verim ki, nə Eynən. gərək var? Oluyor Oğlandı o, da. bu arada. Baba işte. Olur elə. Hə, Allah olur. Hə, Yaşandı. elədir. Lisede aynı muhabbeti ben de yaşadım. Hə, ona görə heç ehtiyac yoxdur məncə. Məncə də ehtiyac yoxdur. Mən eləmərəm. Nəyimə lazımdır. Yaxşı, bu qəlb qırıqlığı söhbətlərindən uzaqlaşıb bir şey soruşmaq istəyirəm. Çay yoxsa kofe? Çay. Süfrəmizə çay gəlsin çay. Çayın başqa mahnısı yox idi. Çay, yox o elə deyil. Çay dəmləmişəm. Çox bilindik bir çay mahnısı var idi. Süfrələrə çay. Yox.
Ha biz bir saniye. Çini çaydan. O değil, o çaydandı. Çini çaydan. Çinleylerime de yarım bağımla Kəmalə Günəşli, Çini salam. çaydan Cemayla görüşündə. Mənlə görüşündə Niye nə var? Cemayla? Ben de Ben istəyirəm. istəmirəm. İstəmirsən? Az qurban ol elə istəmirəm. Yo, niyə qurban oluram? İstəmirəm Sənin görüşməsin. başın. Mənlə Bizdə görüşündə. bir dəqiqə Onlarla çay görüş. tapdım deyəsən. Mənim iş yoldaşlarım sizin fanatıvızdır. Mən də iş yoldaşlarım sizin fanatınız. Mən deyiləm. Bizim ofisə gələ bilərsiniz yarım Bizim saat. ofisə gəlməyin. Hə. Şıldızım çay mantısı var çox məşhur. Ne reklamı? Odur da. Bu deyil. Fərqi yox, fərqi yox. Eyni çaydır da. Yazar. Eyni mahnıdır. Yox. Fərqi Payız qışdı. Fərqi yox, fərqi yox. Bu hansı? Bunlar kim? Bu Şerondur deyil. bu. Kimdir Şerondu ama bu değildi. Şeydir, kofe mahnısı yoxdur. Kofe moy drug. Başqa Nə? kofe mahnısı yoxdur ki. Elə Kofe kofe mahnısı var, mahnısı var. var. Var, niyə yox? Bunu çay demlemiş. Çay dəmləmişəm. Neyse öyle bir şey. Kofe Kofe mahnısı yoxdur. yoxdur. Kofeyə qarşı niyə belə davranırsınız Yox, ki? bizdə olmasa da mən olmamış. Nem harcı Coffee from Colombia. varmış. Aygünüm de Aygünüm. Ben değildim o. Bunlar iyiydi ama ben de sizi çok seviyorum. Aygün Hanım benimle görüşün. Bunlar Yok. Kemal'e Güneşli ile görüşecekler. Yox, yox, yox. Mənə seçim versələr, Təbii ki. Aygünü seçərəm də. Seçersiz. Amma Kəmalə Günəşli salam. Şimdi Hə. zəng gələ. Deməli çay. Qıraq, Niyə? zəng. Niyə kofe yox, niyə çay? Mən kofe sevmirəm. Yo, ben kofi sevirəm. Ama günde bir defa. Çarpıntı yapıyor bende. Fazlası. Ne düz deyirəm də. Şeydi ama çayı sürekli içirəm. Yani gün içinde dəfələrlə. Çay Özü da hər çox türlüsü. güzel. Tansu Türkdür. Hələ də Türkçə bir dəqiqə bir anlıq sürüşmüş ola bilər. Hər türlüsü, yəni yaşılı, yasmin, o, bu falan Məndə də filan. kofe təzyiqimi kaldırır deyə içə bilmirəm. Çünki mən biraz çox içən kimi başımıza fırlanır. Bunlar nə yaşlı şeylər. Əlli başlı. Ona baxıram mən. O birisinin təzyiqi qalır. Bu ham yaşlanırıq da. Biz çox da Bu arada çay da pis təsir. Qara çay da pis təsir edir. Məncə qara çay da. xoşlamıram axı. Ya yaşlı ya da meyvəli çaylar olur evet. Dəxilsiz xoşlayıram. qarşımları. Ölürəm elə şeylərdən ötürü. Böyle aroması, iyi qoxusu olsun. Mən təzəcə öyrənmişəm ki, əslində çayda da kafein var imiş. Nə? Mən Təzəlicə Evet, mi? mən təzə öyrənmişəm vallahi. Əlifba var imiş. Zarafatsız. Mən onu təzə öyrənmişəm. Qara çayda daha çox imiş. Amma yəni məni kahve kimi etkiləmir axı. Yəni evdə oturanda mən evdə işdə də tez-tez gəlirəm çay götürürəm. Evdə amma sürekli çay içirəm. Yəni sürekli önümdə çay var. Yarım stəkan, tam stəkan, soyudu gəlirəm, yeniləyirəm falan. İçməsəm də o bax mənim qabağımda durur. Mən çox çaycıyam. O qədər də yox. Mən çay da o qədər sevmirəm amma çay mı, kofe mi? Çay. Amma bəzən kofelerim də gəlir məsələn. Kofələrim. Kofe pərilərim. Hə, məsələn işdən çıxıram, axşam üstüdür də. Normalda axşamdan içilmir axı, amma şey belə yox, gedib şəhərə düşüb kofe içməliyəm də mütləq. Düşürəm, içirəm. Amma olmur da, nadirən olur yəni belə. Ayda bir falan. Ayran. Benim sürekli tükettiğim şey ayrandı bu arada. Yani böyle o dersen deli kimi içirəm. Çayı da o kadar sevmirəm yani. Yaxşı kofe hansı? Denə hansı? Mən cavab verim bir də. Mən sual verəcəklər. Kofenin hansı cürünü sevirsiniz denə. Biz içiriyor hamımız azdan çox. Raf olsun, o bu olsun, bu olsun. Eşkim. Çay mı kofe Eşkim mi? mi? Hə. Eşq. Təbii ki, Etkilendim kofe. ben. Önümde buluştuk, gözlerimin önünde birbirlerini sevdiler ya. Kofe. Mən kofe. Niye? Çünki kahve içemeden güne başlayamıyorum. İlk kan kimi. Ama ben bir kahve içeyim abi. Kahve içmeden sabahları kendime gelemiyorum ben. Niye yalan söylüyorsun şu anda? Biz bunu konuştuk seninle. Sen kahve içmeden de gayet ayılabiliyordun. Bunu bana itiraf ettin. Kendine böyle bir özellik uydurduğun çıktı ortaya. Biz bunu konuştuk. Doğru. Doğrudan səbəbini bilmirəm, amma düzdür, mən dədəm, anam evində kofe görməmişəm.
Twitter'daki şey yadıma düşdü. O vaxt kofe hər yerdə. Hə, chestinə dəymiş. Kimin? Twitter'da bir dənə şey vardı. O vaxt hər yerdə kofe olmurdu. İndi chestimə deyirəm. Hər yerdə kofe. O tapacağım, nə olur onu tapıb qoyarıq deyə. Ən saçma tweetidi vardı. Ya amma mən kofe içməyə başlayandan kofesiz qala bilmirəm. Hətta iş yerimdə mütləq kofe içməliyəm. Hətta yəni məndən soruşurlar ki, məsələn mən çox belə şey görürlərsə, sən bu gün kofe içməmisən. Madem böyle şeyler var niye söylemiyorsun? Ben bilmirdim bunu Cəmilə ilə bağlı. Sen Mən də bilirdin. bilmirdim. 3 ildir yox, 4 ildir tanıyıram Cəmiləni. Ha. Belə bir şey olduğunu bilmirdim. Birinci dəfə. Südlü, südsüz, hətta mümkünsə acı, sek Türk kahvesi olmur belə balaca, ha, o şəkildə. Espresso falan. Ha. Mən də genəldə kahveni içəndə acı halını sevirəm, yəni Türk kahvesi. Espresso yox, amma americano zət sevirəm də. Mən Sulu, şey- sulu kahve. Kakos südlü cappuccino. Tam əsmər deyil o. Evet. White chocolate mocha bekliyordum ama Yok. aşağı yukarı aynı Kakos şey. südlü cappuccino. Belki raf, standart. Spanish latte de zordu. Просто onun şeker şeysiz biraz çok şey olduğuna göre en zoru kakos südlü. Ben onları denemedim galiba ya. Nələri? Daha fazlasına gitmemek. Nəsə sütlü ekstra bir şey. Soya Qəşəng sütü olur də əslində. bilməm. Mən yoxlamışam, bir ara Süt yoxlamışam. çünkü şey, ama ben direkt Badamla standart falan raf. hoşlanmıram. Çünkü badamla acı bir tam bırakır arkada. Ama kakos südüyle. Çok sofistike arkadaşlarım var. Aa, özüm Sofistike'ye öyle. var bir de kakos Aha, südü. bu soya sütüyle içir. Onu ısınamam. Sen ne sütü dedin? Kakos. Kakos. Ha, Simge de badam içir. Möhteşemdir de yani. Allah. Bu da çay. Ben de çay. Qara çay. Vizyonum var ya. mıh. Bu arada mən çay da sevirəm ha, amma indi O hiç nisbətdə de indi. kofe. Ayran. Şeydir. Köylüyüm ben. Bu arada ben arkada kola da mahnı sevirəm. gedir. Dağlarında. Əsmərin arxasına mahnı verək də ayran deyəndə də olar. Soğuk varmış geçit vermez duman. Ayran. Hansı ayran Milla? Yox. Athena. Ha. Milan ayranının kıvamı daha belə qatımsı olur. Mənə xoşum gəlmir. Axmır Milanın ayranı. Xoşuma gəlmir. Athena ki daha ferah, içimi daha Nəysə ferah çox ad olur. çəkməyə sponsor Babat olsunlar sonra. reklam gitti ya. Sonra. Çok güzel baktın bana. Deli. Gəl bir deliyək. Yaxşı, yaxşı gəl, gəl. Bu görünmür. Bu kesir. Getirin bura. Köşəyə qədər elə. Selena, Selena, Selena. Yeki arvatları. Yaşıtlarımız uşaqlarını məktəbə götür. Biz de Selena çağırırız. Deməli dostlar, bu arada bizim de artık Kofeal hesabımız var. Bizim de artık Kofeal hesabımız var. O kofe deyil, sud. Su deməsən bilməyəcəkdilər. Deməli dostlar, bir də bizim artıq Aygız Bəstə olaraq Kofeal hesabımız var. Kofeal nədir? Siz bizə əslində kofe almırsınız, özünüzə də almırsınız. Sadəcə olaraq orada Kofeal bir simvoldur. Bizə oradan dəstəyinizi göstərə bilərsiniz ki, bizim bölümlərimizin də tezliyi arta bilər. Bu kimi mübarək balaca- Ramazan ayında Bəli, oradan bizə dəstək ola bilərsiniz və bizim bölüm tezliklərimizin artmasına da bununla dəstək ola bilərsiniz. Aşağıda linki yerləşdirəcəyik. Linkdən daxil olaraq bizə müəyyən ölçüdə kofe alaraq müəyyən Orta boy olsun benim kızım. kahve içəmədən günə başlaya bilməyən Cəmilə, insanlar Cəmilə, mənim hörmətinə. kimi bizə kofe aldan dəstəyinizi göstərə bilərsiniz. Açıqlamaya qoyacağıq linkini. Təsəvvür eləyin ki, sevgiliniz var. 5 illik münasibətdir bu və birdən-birə necəsə olur, riski öyrənirsiniz ki, bu qaqaş sizi cadu ilə özünə bağlayıb. Neyniyərsiniz? Deməli, birincisi çox bir sevinərəm ki, qaqaşın eşqinə bax. Gedib əlləşib başına. Oğlanlar belə şeylərlə əlləşmirlər axı. Gedib bunun ötürü effort sərf eləyib. Amma bir tərəfdən də şey olaram ki, Kişi sen Karik, de. ne yapıyorsunuz? Yani ki
Abi tərəfdən də halal olsun da. Mən Gibi heç- əlləşib Mən eşqinə heç var. bir qızlara dənə. da yaraşdırmıram öyle bir şey ama neyse. Amma yəni əlləşib başa və qüruruma oxşanarmış. Bu Gibi ölür də əlləşib. elə, Hə, ölür. Nə hə, olur hə. olsun bunun üçün Benim efor için sərf yapsınlar. eləsinlər. Benim sen qızaydın, sen ne yiyorsun? Mən üçün okey diye problem değil yani. Ayrılmaram buna göre. 100% ayrılmaram. Orada 5 il gedirsə getsin də, nə Sen edirəm? ayrılarsan. Tabii ki. Amma ayrılanmırsan, geri bir dənə də cadu elə. Çünki o cadunun ki 5 il tutubsa, bir 5 il deyil. O şey cadısı ağzını bağlamaq nə idi? Ağzını Dilin ağzını bağlamaq. bağlamaq. Mən şey göre yani ayrılmaram. Çünkü mən inanmıram yani tuta boşuşdu. Mən ümumiyyətlə Tutar. mən inanmıram da başa və bir ikincisi də mən bağlanandan sonra çox pis bağlanıram diye. Zaten o bağlıyam da bu adama başa. Hansı yolla olduğunun hiçbir önemi yok. Mən bu adamı sevirəm diye ayrılmaram. Ama biraz gözümden düşer yani. Biraz Yüzüne mı? de vuraram Oo. ya. Mırtdaşaram, babat mırtdaşaram. Mırtdaşlığım için de aramızda yani gibi de. O bırakır mı? Yeni bırakır Mırtdaşmaram, prosta yəni deyərəm ki, sən vizyonuna tüpürüm də. Variantı yox idi, yox idi. Sən getdin, cadu elədin. Ümumiyyətlə caduya inanan bir insana mənim nə işim var ki? Ya bu adam bunu eləyib, mən onsuz da buna inanmıram. Və bizim münasibətimiz olub da, əslində bu onun eforu qarşılığında caduya görə olmayıb da. İndi nəsə olub ki, mənim ondan xoşum gəlib, o məndən xoş gəlib, belə gətirib. Və bu insanın 5 il ərzində buna inanmağı ki, bu söhbət caduya görə olub, mənim o insana nə işim var? Bu insan caduya inanır. İnanın mən inanıram. İnana bilər. İndi sən mənim dostumsan da. Yola veririk bir tər, göz yumuruq. Ona yuma bilmərəm axı. Cadu elətdirəcəm gözlük. Ben prosto cadu eləyən insanların ümumiyyətlə çox negativ bir havası olduğuna inanıram. Məncə şey o çarəsiz. Cadu eləyib, başa düşmədimi? Bir dəqiqə. Sən cadu zad eləmsən nə vaxtsa. Konuşmamız gereken konular var. Allah haqqı yox. Dostumuzu Tapsana gözdən gətirəm. keçirəcəyik. Əslində mən sizi də özümə bağlamışam, bilmirsiniz. Şeyde Game of Thrones'ta kızıl kadın var idi. Sonra Reski Neydi? Neyse çıxardı. Neydi onun adı? Reski koca bir tane kadın çıxır. Heç sən Az baxmamısan. nə O raldaydı? onun o yadımda deyil. Gözlər. Kızıl saçlı çok güzel bir Mıyla kadındı. gəldi adı. Hə, Mıyla başlayır bir şey. Meynal da bir şey Game of Thrones. Ne? Melisandra. Melisandre. Ay da çok Göstərmə qəşəng tənə. qadın. Deyil bu Evet, qadın. evet, çok güzel. Ay, kadın. hə, hə. Melisandra. Sonra o Çox bir ciri gün deyil o. ne bir şeyini çıxardır. Öldü də şup getmirdi. Yox. Görsən, heç Reski birimizin birdən yadında deyil. güzgüdə onun Qocalır yan da. hə qocalır. Yəni təsəvvür əsməyin içində elə bir çıxırdı. O da kızıl, bu da kızıl. Biləməzsiniz. Hə, yəni ki, okeysiz də buna heç bir Ha, problem yoxdur. Əziz çəkmişsən, çarəsizliyindən Başa düşdüm, əziyyət çəkib. Bu insan həyatında caduya yer varsa, demək ki, bu insan həyatında bir çox şeyi bununla Bilməm həll də var edir da. də. Bir şey deyim, bunlar O, qarşılıqlı hə. cadulaşmışlardır. Mənə bu əgər mənim münasibətim yolunda gedən bir münasibətdirsə, bir sıxıntısız, toksikliyi olmayan. Sonra Bu da toksiklik deyil ki. Əsmərin münasibəti toksiksiz ilərləyir təsəvvür elə. ya onu Sən hansı qızsan? Axır ki, podruqamın toksik olmayan bir sevgilisi var, amma bu dəfə toksik olan tərəf odur. o deyir, kanka doğru kişiyi buldun ama yanlış kişisin. Yes. Ama yani Bir dənə qro cümləni münasibətim yolunda gedən toksik olmayan bir münasibət. Əgər yəni münasibətim yolunda gedirsə toksik deyil. Şey deyəndə qarşı tərəf toksik deyilsə və mənim toksikliyimə okeydirsə, Başlıcası. Onda mən nə okeydir. Yəni indi 5 il deyirsən, 3 ay deyil, 5 ay deyil. 5 ildir mən rahatamsa, huzurum yerindəsə, nə edirəm, davam eləsin də. Məsələn, 5 ildə Əsmər nəyə görə dava çıxarır? Niyə bu münasibət 5 ildir davam edir, amma hələ də sevgiliyik? Nətər yəni? Necə hələ? İş daha ciddiyə minməyib də. Hə. Heç olmasa bir üzüyümüzü. 5 il devam edib Beş də. Bir 2-dən sonra gözləmirsən Əsmər? Yalan söylüyorsun.
Hələ cavanam. O da düzdür, hələ cavandır. Amma bunu İndiki bir iki ağlımla Balam, onu indi düşünürəm. başladığını düşünsən. bunu 2 il sonra baxarıq da. Düzdür də hələ bir getsin, onu da deyə bilərəm. Bu dəqiqə buraxsam mən düşünmürəm. Ki nə? Bu dəqiqə bilmirəm. Heç bir şey halaldır sizə. Yəni cadu piti ilə məşğul olan sevgililərinizlə sizə xoşbəxtlik arzu eləyirəm. Cahil bir insanam mən. Mən heç vecmədə deyil. Mən onu normal yola gətirərəm. Gətirəməzsən. Yox, Heç bu kim yola heç kimi girmiş normal adamdır yola da. gətirə bilməz. Neydi? I can fix him. You can't. Evet. Fix yourself sister first. O iş çətin. Kənd Şu an onun şey, üstündə aklıma çalışıyorum. Şey gəlir, Cem Yılmazın şantı. Ay şans. Şant. Şantı ne demek? Bir İngiliz kraliçesi bir de sen. O da öldü. Ay, şant. Düşünürəm ki, bu qədər kifayətdir. Qəlb qırıqlıqları, vicdanlı davranışlar və vicdansız bəzi davranışlardan sonra bölümü Şaşırdık. şey ətcəbi. Zor eləyirəm, yaxşı Yaxşı eləyirəm. eləyirəm. Davay, sağ olun. Bye. Bye. Besti, besti, besti sen Allah.